Salam dostlar, 21 may və biz Tiflisdən Batumiyə yola düşdük. Taksi ilə avtobus vağzalına, oradan isə Batumiyə gedən avtobuslardan birinə minib yollandıq Batumiyə. Yolumuz təxmini 5-6 saat çəkdi və bir nəfərin gediş haqqısı 22 manat edirdi. Yol üstü bir yerdə dayandılar, axır ki yemək yeyib özümüzə gələ bildik. Sonra yolumuza davam etdik və 6 saat yol gəldikdən sonra axır ki Batumiyə çatdıq. Çatan kimi Batumidəki kanatı gördüm, dedim elə bunu çəkməyin vaxtıdır. Burada isə 6 saat yol gəldiyim üçün tükənmiş, yorulmuş şəkildə taksi gözləyirəm. Taksi gəldi və əşyalarımızı yerləşdirir. Mənim canım həyat yoldaşım. Bu səfəri tək başına çıxsaydım, yəqin ki mən yolda ölüb eləyərdim deyə düşünürəm. Və Bakı ilə təxmini eyni tıxaca sahib olan Batumiyə xoş gəlmisiniz. Yarım saatda burada yorulduqdan sonra axır ki otelimizə gəlib çıxa bildik. Sağ olsun əşyalarımızı yenə daşıyır. Bu insan olmasaydı mən görəsən bu istirahətdə nə edərdim? Mən ancaq video çəkmişəm. Video çəkməyimi heç sevməsə də məcburən dözür, çünki artıq alıb və aldanıb, başqa variantı yoxdur. Və gəldik, çıxdıq otelimizin 18-ci mərtəbəsinə. Evdə 5-ci mərtəbədə əsən insan, burada 18-ci mərtəbədə əməlli başlı istirahət edir. Otağımızı çox bəyəndim. Sizlər üçün bir dəfə ayrı otaq videosu çəkəcəm. Gələr gəlməz əşyalarımızı da yerləşdirdim ki, keçən dəfə oteldə olanda elə bütün əşyalarımız çamadanda qaldı və mən geyimlərimi zülmlə tapdım. Ona görə bu dəfə dedim ki, mütləq bunları yerləşdirməliyəm. Yaxşı ki, asılqan sayıda çox idi, çünki nə qədər paltar var səndimə gətiribmişəm. Burada isə həyat yoldaşım gördüyünüz kimi yenə öz istirahətindədir. Bu insan ancaq qulluq sevir. Qurban olduğum istirahət gələndə elə bir enerji verir ki, nə qədər də işləsəm yorulmuram. Və hazırlaşıb qurtardıqdan sonra düşürük Batuminin küçələrinə. Bura bizim otelimizdir. Sizə təqdim eləyirəm. 52 mərtəbədən ibarətdir. Biz isə 18-ci mərtəbədəyik. Və burada təxmini Bakının bulvarı kimi eyni bulvardır. Biraz qarşıya getdikdən sonra burada sizi çimərlik qarşılayır. Bakıda belə deyil. Çimərlik ilə dəniz kənarı bulvar ayrı-ayrıdır. Lakin burada həm çimə bilirsiniz, həm də belə dəniz kənarında gəzə bilirsiniz. Əslində sevmədim, çünki məncə çimilən ərazi burada olmamalıydı. Ya da ki bizim mentalitet belədir deyə biz biraz çəkinirik belə şeylərdən, amma burada elə deyil. Hamı rahat necə istəyir geyinir, necə istəyir gəzir, istirahət eləyir və çimərlik ərazisinə yaxınlaşırıq. Biraz da istədim ki sizlər üçün o hissəni çəkim, daha sonra isə bulvarı gəzməyə davam edək. Onu deyim ki, hava nə qədər də sərin olsa, gündüz vaxtı burada artıq çimənlər var. Sizin üçün də hansısa maraqlı bir mövzu varsa, burada yaza bilərsiniz. Mən onların hər birini cavablayacağam gördüyüm, bildiyim qədərilə. Və davam edirik sahil boyu gəzməyə. Sumqayıt deməyək, daha doğrusu Bakının sahilindən biraz fərqi odur ki, burada palma ağacları daha çoxdur və eyni zamanda çox hündür mərtəbəli binalar var, otellər var. Üzü bu tərəfə baxan hissənin çoxu demək olar ki, oteldir, yaşayış deyil. Sizi sahillə baş-başa buraxmaq istəyirəm. Biraz virtual şəkildə Batumi sahilində gəzək. Biz baxdığımız bizə hansıydı? O başında şey olan, hovuz olan. Deyəsən bax. Deyən qocurum hansıydı Allah. Şaşında görmüşdüm. Nə bilim valla, o boyda yan reklam. Başında hovuz var deyə biləm. İçirəm. Şemi batırdı, saxız qaranlıq. Mademoiselle, petite reine, dont les yeux sont les plus beaux, il me ravit, il me réjouit, il comble comme le ciel quand il fait beau.
Və Batuminin məşhur yerlərindən biriymiş bu işıqlı yer. Görürsünüz də hal-hazırda. Bax, orada gəldik. Eyni zamanda burada daha çox kazinolar var və klublar var. Deyərdim ki, istirahət etmək istəsəz, oğlan sayağı istirahət etmək istəsəz, yəni bura maraqlı yerdir. Və axşam belə bir fişəng şou oldu. Səbəbi nə idi, nəyi qeyd edirdilər, onu bilmədik. Çəkirəm tezən. Nə münasibətədir bu? Bizə görədir yəni. Və axır ki, axşam yeməyini yeməyə başladıq. Pomidor, xiyar və kabab, Azərbaycan sayağı bir şam yeməyi etdik və sizə izlədiyiniz üçün təşəkkür edirəm. Daha çoxunu izləmək üçün, burada keçən günlərlə bağlı maraqlı videolar görmək üçün kanalıma abunə olmağı, məni izləməyi unutmayın. Bu masanın olduğu yer boydan boya şüşədir və çox gözəl bir görüntüsü var. Gecə görüntüsü mənim çox xoşuma gəldi. Beləcə sizlərlə sağollaşıram. Gecəniz xeyrə qalsın. Ümid edirəm ki, sizlərin də günü xoş və əyləncəli keçir. Ayağımızın tozu ilə gəldik. Batumunu gəzdik. İndi isə yemək yeyirik. Yol üstü kabab almışıq. Azərbaycanın olduğunu demədən göstər söhbətidir burada. İndi isə axşam yeməyimizi yeyəcəyik. Bu günləri biraz gec çatdıq. Motorların səsine bağlı.